Salam değerli izleyiciler, 1 yanvar saatlardır qaz kartlarına pul vurmaq olmur. Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə qazla bağlı tətbiq olunan limitin sıfırlanmasından sonra Azərqazın smart kart tipli sayğaclarının fəaliyyətində problem qeydə alınıb. Qafqaz Info məlumatına görə 20 saatdan artıqdır ki, smart kartlara ödəniş eləyərkən problemlə üzləşilir və vurğulanır ki, ödəmə terminallarında karta pul yükləmək mümkün deyil. Azərqaz məsələnin terminallarla bağlı olduğunu qeyd edir. Vətəndaşlar terminallarla əlaqə saxlasalar da onlar öz sistemlərində problem olmadığını, məsələnin Azərqazdan qaynaqlandığını bildirirlər. Yəni həmişəki kimi vətəndaş qalıb ortada. O göndərir onun üstə, bu göndərir bunun üstünə və qeyd eləyək ki, saatlardır sosial şəbəkələrdə problem ictimailəşdirilsə də məsələ ilə bağlı heç bir rəsmi açıqlama verilməyib. Xatırladaq ki, 1200 kubmetr olan hissə üçün 1 kubmetr təbii qazın tarifi 12,5 qəpik, 1200 kubmetrdən 2500 kubmetrə qədər olan hissə üçün 22 qəpik, 2500 kubmetrdən çox olan hissə üçün isə 30 qəpikdir və qiymətləri müəyyənləşdirə bilirik, amma o qazı gətirib cəmaata çatdırıb verə bilmirik. Heç olmasa baha da olsa yandırsın, qışın günü donmasın cəmaat. 20 saatdır, yəni qaz yoxdur və kartlara belə deyək qaz vurmaq olmur.